dərsindən, açıq dərsində olacaq. Gəlin görək sizinlə bugün biz nə öyrəndik. Belə bir sual var. Baxırsınız lövhəyə. Siz hər gün hansısa hərəkətlər edirsiniz. Kim deyə bilər? Hansı hərəkətlər edirsiniz? Zeynep deyil. Biz hər gün çox sayda hərəkətlər edirik. Məsələn, dururuq, yatağımızı yığırıq, əl üzümüzü yuyuruq, dişlərimizi fırçalayırıq, yemək yeyirik, məktəbə gəlirik, məsələn, həll edirik və s. Doğrudur, çox sağ olsun. Şimdi gəlin baxıram. Bu hər şəklin altında bildiyiniz kimi siz hər gün çoxlu sayda hərəkətlər yerinə yetirməli olursunuz. Məsələn, yemək yeyirsiniz, məktəbə gedirsiniz, məsələ edirsiniz. Zeynal'ın dedi. Çox sağ ol, bağını müxtələn səhvən dəyişir. Uşaqlar, dostunuz sizə qonaq gəlmək istəsən, ona siz ünvanınızı necə başa sala bilərsiniz? Bəli. Hərəkətlərlə, sözlərlə, ifadələrlə, məsələn, işarələrlə, sözlərlə, şəkillərlə, sxemlə və s. formalarla və s. Daha kim deyir? Bir saçlı sən nə deyirsən? Hərəkətlərlə, işarələrlə, həm telefonla deməklə, bir ki, vərəqə yazıb demək. Nə baxaq görək? Sözlə, şəkil və ya sxemlə göstərmək olar. Yaşadığınız ünvan. Doğrudur, deməli. Uşaqlar, bu dediyiniz hərəkətlər necə adlandırılır? Yusif, necə adlandırılır? Hərəkətlər ardıcılığı və ya tutalım. Hərəkətlər ardıcılığı, alqoritm adlandırmaq olar. Alqoritm, yəni hərəkətlər ardıcılığını necə təqdim etmək olar? Demə var. Sözlərlə, şəkillərlə, sxemlə. İndi fərziyyələrimizi Yazın. ya sən yaz ki, öz fərziyyəni, Allah sən verəni. Belə, buradan seçdin. Burada sən yaz. Ömür, sən də gəl burada yaz fərziyyəni. Yaz, tez yazın. Sen yaz. Buna yazın. Ən şöyle. Gedəlim. Güzel yaz. Yox, nə bilirsən yaz. Yəni, hərəniz özü üçün yaz, bir-birinizə baxın. Çıkarmışlar, bırak. Sözlər, sxemlə, işarələrlə, sözlərlə, şəkillərlə, sxemlə olur. İndi baxaq görək. Deməli, mübahisə edirik dirək. Doğrudurmu? İnformasiya kimi
alqaritini müxtəlif formalarda təqdim etmək olar. Sözlərlə, işarələrlə, sxemlə, sözlərlə, şəkillər, sxemlə doğru yaxınlaşmış bir formada fikirlərinizi yazmışsınız. İndi, o bir slaydımıza, uşaqlar, baxın, belə bir çalışma verilir, lövhədə gördüyünüz nümunədir. Alpay, görürsünüz əlində. Deməli, bu avtomobili idarə etməklə gətirib bir xanasından çıxartmalıdır da bu xana. İndi mən sizə bir vərəqlər paylayacağım. Orada hələ öz avtomobilyasını yazır və o çalışmada gördüyünüz həmin o gedişi, hərəkətlər ardıcılığını alt tərəfə yazırsınız. Avtomobilyanızı yazın. Sizin üzrünü yazsın. Təbii ki. Ağ sevirmişim oraya. Qiymətləndirmə hissəsi yox. Və baxırsınız lövhədən həmin çalışmanı vərəq götürənlər başlasınlar, cüzlərlə işləyəcəksiniz. Deməli, siz həmin bu çalışmaya baxırsınız, o hərəkətlər ardıcıllığını yazırsınız. Hansı formada? İstəyirsiniz təqdim edin. Hansı formada istəyirsiniz təqdim edin. Yaxşı? Nə formada bilirsiniz, o formada da göstərin. Bəli, işləyin. Avtomobillərinizi ama yazırsınız. Başlayın işləməyə. Sizə 5 dəqiqə vaxt verirəm. İşləyirsiniz və baxaq sonra görək siz nə nəticəyə gəldiniz. Deməli, nə bilirsiniz? Başlayırsınız yazmağa. Həmin avtomobilin xanaya gəlib çatması ardıcıllığını təqdim edirsiniz. Hansı formada bilirsiniz təqdim edin? Deməli, siz bilirsiniz. Hələ dayan. Hərə öz. Hərə öz. Deməli, vərəqlərinizi indi oturduğunuz parta yoldaşını bir-birinizlə dəyişirsiniz. Əgər yazıb bitirdirsə, yazıb bitirəndən sonra tələsməyin, gözləyin. Yazın, tələsdirmirəm. Vaxtınızı alan 5 dəqiqə verəcəm. Vaxtınızı azalmaq üzrədir. Yazın, gözlər. Gözlər qoy parta yoldaşında yazsın və bir-birinizə vərəqlərinizi dəyişəcəksiniz. Həmkiniz yazın cüt-cüt. Vərəqlərinizi dəyişdirin, bir-birinizin yazdıqlarına da baxın. Yazın, sonra bir-birinizə vərəqlərinizi dəyişin və yazdıqlarınızı dostunuzun, sinif yoldaşınızın yazdığına da baxın. Və görün, kim nətər yazır və münasibət göstərəcəksiniz. Çıxanı sağa düzdür. Çıxanı aşağı olanda o düzdür. Çıxanı sağa aşağı deyilsin. Bir dənə Hansı formanı bilirsiniz, yaza bilərsiniz. Yəni, bir neçə formada da yaza bilərsiniz.
Ben de yazdım istediğiniz sayede istiyorum. Bəli, olar. Ben de yazdım. Hə, yazdınızsa dəyişin bir-birinizin yazdığınız təqdimatınızı görün. Yəni Ucuza gəlib satacaq. deməli, bir-birinizin səhvini də görə bilirsiniz, səhvini düzəldə bilirsiniz, yaxşı. İndi hamı yazdı bitirdi. Laf yaxşı. İndi vərəqlərinizi qaytar, hərə öz vərəqini qaytar bir-birinizə. Hərə öz vərəqini götürsün. Hər öz vərəqini götürür. Hər öz vərəqini götürür. İndi. Turanəm, öz yazdığını oxuması üçün Sözle yazmıştım. Başlangıç. 2 xana sağa, 1 xana aşağı, 1 xana sağa, 2 xana aşağı. gəl, keçir o birisi səhifəmizə. Sən sözlə yazırsın. Gəl orada, sən sözlə yazdığını burada yaz. Qələmini götür. İşarələrlə yazaram. Al. İşarələrlə yazaram. Ben yazmışım işarələrlə. Yaz. Tez-tezlə. Gəlin işlərim. Tərtibini sən yazırsın. Hugo yaz. Yaz. Sen beraber götür oradan okuya da bilirsin. İki tane aşağı ve Turanə sözlərlə yazıbdı. İşarələrlə bir gəl. Hə, sən də söz işarələrlə. İşarələrlə daha kim yazıb? Sen Turan'a git yaz, o bir taraftan. Sen bu tarafta yaz, biz sana mimariyle yazdığını müqayisə edəcəyik. Görək hansınız doğru yazmışsınız, hansınız necə yazmaq lazım idi. Yazdığınız əllərdən istifadə edə bilərsiniz. Yəni lövhəyə gələndə əlinizdə vərəqinizdə
bilərsiniz. O sizin təqdimatınızdır. Özünüzün yazdığınız. Gəlin belə eləyək. Gəlin belə eləyək. Biz qaydaq sözlər, bir də sözlərlə. Bağlamışsın mı? Baxın, burada düzdür, yer çox getdi. İkincini yazmağa vaxtımız olmaz. Biri oxusun. Sözləri. Yusuf, sən oxu, yaz da bana. 2 xana sağa, 1 xana aşağı, 1 xana sağa, 2 xana aşağı. Bu da sən gəldiyinə. Mən bir Lap yaxşı. İndi, yaxşı, bəli, sən oxu. 2 xana sağa, 1 dəfə aşağı, Xana oldu. 1 xana aşağı, Üz yazma. 1 xana sağa, 2 xana aşağı. Yaxşı, indi gəlin. Baxaq, görək. Necə olmalı? Deməli, bax belə. Baxın, 2 xana sağa, 1 xana sağa, 1 xana sağa, 2 xana aşağı. Bu sözlərlə bizim verilən tapşırığın deməli, verilməsi idi. Hərəkətlər ardıcılığının yerinə yetirilməsi idi. İndi baxaq, işarələrlə. Səhv var? Hansıdır səhv? Şimdi, demir var, Bir xana aşağı olmalı, bir xana sağa. Ona görə dedim ki, vərəqinizdə istifadə edə bilərsiniz. Mən yadınızdan çıxada bilər. Vərəqinizdən istifadə bilərsiniz. Deməli, 2 xana sağa, 1 xana burada aşağı. Deməli, bax burada sağa olmalıydı. 1 xana sağa və 2 xana aşağı. Sizin yazdığınız. Səhv qalır. İndi işarələrə baxın. İşarələrdə birincini yazan kim idi? Mirvari. İkinciyi kim yazmışdı? Turanə. İndi baxın. Deməli, Turanəyə yazdığı işarələrdə olduğu kimidir. Mirvariyə yazdığı isə görürsünüz ki, işarələri, oxları aşağıya indirək. Hamısı bir cədədə yazılmalıydı. Əyləş, belə. İndi gəlin. Bax, bu sxemə belə bir. Sxemə gəlin. Sizin köməkliyinizdə bir nəfər gəlsin. Ardıcıllığı düzəltsin. Gəl. Gələni götür. Ardıcıllığı düzəlt. Sakin ol. Hə. Başqa? Ardıcılığı düzəlt. Burada qarışıq vermişəm ardıcılığı. İndi sən düzəltəcəksən.
eyni. Boyuna görə elədim, yaxşı. Nədənlə baxa bilərsən, arıcılığı olursan. Bax, qabim. Bizlər də düzəl. Ədəd düz bucaqları düzəlt, sonra sözlərini düzəlt. Söz qalsın. Düz bucaqlığını qaldır. Düzəl. Alırsın. Anadan gəl. Sonra qandı. Aferin, əyləş, doğru. Şimdi bax görək. Şəklimizi aldık. Nə var? Şəklimizin altında bax belə bir Səhv yazdım. Bir xanı sağa, iki xanı aşağı yazdım. Səhv deyəm müəllimə. Məndə üstə, orada üstə səhv müəllimə. sözləri, yəni yerində dəyişiklik var. Baxa, 2 xana sağa, 1 xana aşağı, 1 xana. Burada yerini dəyişdirik, ona görə dedim ki, yerini dəyişdirik, salam. Bax, belə bir ardıcılığımız oldu. İndi, gəlin, görək biz nə nəticəyə gəldik sizin köməkliyinizlə. Sözlə uşaqlar, yazdığınız alqoritmin üstünlüyü, çatışmazlığı nədədir? Kim bilər? Bir görün, sözlə. Sözlə yazanların üstünlüyü ondadır ki, sözlə yəni ki, insan rahat oxuyur. Amma sözlə yazanların bir pis cəhəti odur ki, bəlkə başqa bir ölkədə olan insan, o bizim elədiyimiz dildə Dilimizi başa düşməyə bilər. Ona görə də Doğrudur, bu mənfi cəhəti ki, yəni o bizim dilimizi bilməyə bilər, sözlə ifadə eləmək burada mənfidir. Üstünlüyü isə biz söhbətdə olunur. Baxaq. Deməli, yolu sxemlə daha dəqiq izah etmək olur, sözlü yazılmış alqoritmi oxuyarkən bu dili bilmək lazımdır, gördüyünüz kimi. Sonra, işarələrlə yazılmış alqoritmin müsbət və mənfi cəhətləri nədir? İşarələr nədir? İşarələrlə məsələn biz dilimizi beyansama dilimizi başa düşməyən insana başa saldığı işarələrlə və bu cəhəti o ki, işarələrin çətin içəri, sözləri daha saflı yaz və yaxud da dikləsən. Görək. İşarələrlə alqoritmi yazmaq üçün damalı dəftər lazımdır. Yəni, işarələr üçün biz orada sayıları göstərməliyik, ona görə də damalı dəftər lazımdır. Aydın oldu. Alqoritmi nə vaxt sözlə və nə vaxt işarələ yazmaq daha yaxşıdır. Bax, elə dediklərimizi biraz cəmləşdirdik. Nə vaxt bizə işarələr Zeynəb? xarici bir insan başa salmaq üçün işarələri yazmaq daha yaxşıdır. Ancaq bizim ölkədən birinə başa salmaq üçün sözlə demək daha yaxşıdır. Olsun, qəbul. Yəni, dəftər danalı olsa işarələrlə. İlk gəlin nəticəmizə, belə biz nə? Mən alqoritmi necə təqdim etmiyorum? Sizin köməkliyinizlə biz indi burada oxların yanında yazacaq. Deyil? Sxemlə, işarələrlə, sözlə, şəkillər, Yazaq sxemlə, sözlərlə, sözlə, işarələrlə, işarələrlə, hərəkətlərlə, qoy bir iki də o birisində şəkillər, Yusif, şəkillərlə, daha bir ikinci səviyyə, Mirvari. Hərəkətlərlə. Hərəkətlərlə.
Yaxşı, gəlin baxaq. Görək, hansı bunun altında, işarələrimizin altında var. Deməli, sözdə var. İşarələr də var. Sxemlər var. Şəkillər var. Bax, bu bir dənə burada. Görək, bu bir dənə. Bir dənə cəhvəl. Deməli, belə bir qərara gəldik ki, belə bir üsulların alqoritmini təqdim etmək olar. Alqoritm lazım olan nəticəyə gətirib çıxaran hərəkətlər ardıcılığıdır. Alqoritm kimi çoxlu hərəkətləri təqdim etmək olar. Eyni hərəkəti müxtəlif formada təqdim etmək olar. Yəni, işarələrlə, sözlə, sxemlə, şəkillərlə, cədvəllərlə təqdim etmək olar. Sözlə deyilmiş alqoritm adətən söhbətdə istifadə olunur. Alqoritmdə hər bir adını dəqiq və birmənalı göstərmək lazımdır. Dəqiq və birmənalı, konkret olması üçün alqoritmi mütləq onu sxemlə göstərmək lazımdır. Sxemlə ən konkret, dəqiq alqoritmləri göstərmək olur. Bu da ən yaxşı üsul blok sxem usuludur. Gələcək dərslərimizdə sizinlə blok sxemlə ətraflı tanış olacaq. İndi açırsınız siz iş dəftərlərinizi. Açın. Çalışma 2-yə başlayırsınız. Yerinə yetirmək. Hə, çalışma 2. İş dəftərində alqoritm bölməsini açırsınız. Başlayırsınız çalışma 2-ni yerinə yetirməyə. Çalışma 2-dən sonra bölmədəki tapşırığı yerinə yetirəcək. Yerinə yetirin. 5 dəqiqə vaxt verirəm. Deməli, burada sözlər, İşarələrlə sana altı adlarını görəcək. sayılır, tamamları sayılır. Bir şekil burada.